Dünya bu dəqiqə elə xəstəliklər var ki, hazırda onların heç yerdə müalicəsi yoxdur. Demirlər. Baxın, mən sizə Aha. bütün dini kitablarda olan, enerji və spiritual sistemdə olan sistemi deyim. Yer kürəsində olan bütün xəstəliklərə uyğun bir mineral vardır. Aha. Misal, maqnezium sənə bədəvi enerji verir, kalsiyum sənə ayrı bir sistemi verir. Onu bütün xəstəliklərə uyğun mineral da var, bütün xəstəliklərə uyğun bitki də vardı. Yəni fikirləşin ki, bitki aurası biosferdə, yəni bu sistem, yəni bitkilər milyonlarladır. Qeydə alınan, misal, tək biz həşəratları götürsən, 2,5 milyon həşərat var. 100 milyonlarla bitki var və onun 100 milyonlarlası da okeanın altındadır, biz kəşf eləməmişik. Yəni onda demək istəyirsiniz ki, əslində xəstəliklərin müalicəsi var. Sadəcə üzə çıxmır və ya Dünya Səhiyyə Təşkilatları icazə vermir. Hələ ki icazə vermirlər. Aydındır. Onda bunlar icazə vermir, amma siz deyirsiniz ki, siz iddia edirsiniz ki, Bəli. Amma bu necə olur? Aha. Biz həmin xəstəyə, yəni sırf xəstəliyə aiddir bu. O xəstəliklə bağlı şəfalandırma seansı istəsə əgər, biz bunu ona etmək istədən öncə ona bir kas testi edirik, əzələ dili testi. Məsələn, buna deyirik ki, mən sağalmağa hazıram deyib. Hazıram deyib, önə gəlirsə bədəni, yəni bədən təsdiqləyirsə, özünü hazır hiss eləyirsə, biz bunu indi görürük də orada. Hazır hiss eləyirsə seansı alırıq, hazır hiss eləmirsə almırıq. Yəni o özü düzələcəyinə inanırsa seans olur. Əslində hər şey inancdan başlayır onda. Amma belə bir şey var. Bir insan gedib 100 min dollar töküb düzələcəyinə, o gəlir çox kiçik, o məbləğin 1%-ni ödəyib düzəlir. Aha. Bəlkə misal üçün o gedib 100 min dollar ödəyəcək və inanır ki, sağalmayacaq. Onda o sağalmayacaq. Zaten sağalmır ki. O qədər elə bütün onkoloji xəstələr sağalır. Yox. Yəni onda tip də səhvdir. Siz demirdiniz, bəs necə olur, tip var. Görmürsən ki, inananlar sağalır. Onda bütün hamı sağalmalıydı. Əgər bu dərman hamını düzəldirsə, bu dərmanı içən hamı düzəlir. Yaxşı. Niyə bunun onda 4-ü düzəlir, 6-sı ölür? İnancı necə sağaldaq? İnancın yaranması üçün bu insanda biz burada ona oxuma eləyirik, şəfalandırma eləyirik, ruh parçacıqlarını geri çağırırıq, aurasında olan o qərarsız ruhları, magiyanı, sehri, cadunu, tilsimi çıxarırıq, şifalandırırıq. Daha sonra həmin şəxsin üzərində biz şərtsiz sevgi enerjisi yollayırıq. Bundan sonra onun şuuraltı inanclarını qazıyırıq. Misal, bu xəstəlik səndə nə zaman başladı? Adi bir xəstəliyi götürün. Bütün xəstəliklər psixosomatikdir. Misal, psixosomatik necədir? Bu xəstəlik səndə nə zaman başladı? Misal, deyək, ginekoloji bir xəstəlik. Qadın deyir, bu xəstəlik məndə 3 il əvvəl başladı. 3 il əvvəl nə olmuşdu? 3 il əvvəl mən stres halındaydım, özümü sevmirdim və yoldaşım tərəfindən yetərli diqqət almırdım. Aha. Həmin anda hansı hisslər keçirdin? Özümü dəyərsiz, lazımsız, boş bir qadın kimi gördüm. Bu hissi uşaqlıqda da keçirmişdin. Bir də sual veririk. Gəlir deyir ki, uşaqlıqda bunu mən adətən anam yaşadırdı bunu mənə. Hər zaman mənə bacarıqsızsan, bir işə yaramırsan, əksər kim alacaq falan tipli sözlər deyirdi. Anama qarşı qırğınlıq hissi var. Əslində anasına qarşı olan qırılma hissi var, qəlb qırıqlığı, öfkə və aqressiya. 3 dənə proqram vardı ki, onlar beynimizin 70% enerjisini alır. Bunu bu da söndürsək, sənin beynin başlayacaq yüksək səviyyədə işləməyə, zəhər kimi. Super. Niyə? Bu qırğınlıqdır, yəni birinə qarşı qırıldı da qəlbi. Həmin insana qarşı peşmanlıq hissidir. Bir də öfkə, aqressiya hissidir. Hirs, bəli. Qırğınlıq, peşmanlıq, aqressiya. Bu üç hissi söndürdüyün anda beyin başlayır saat kimi işləməyə. Çünki beynin 70% enerjisini o alır. Bunlar aparır. Bu qızın da anasına qarşı qırğınlığı, öfkə və peşmanlıq hissi var. Bu bunun içində birikib, böyüyüb. Böyüdüyü üçün bu dalğanı ötürür. Bu dalğanı ötürdüyü üçün zaten gəlir bu hissi buna yaşadacaq, oğlanla evlənib təzdən. Onu çəkib həyatına da, o çəkim ilk təlimdə demişdik. Bəli. Çəkim qanunu ilə həyatına çəkib. Balans. Bu oğlan da anasının buna yaşatdığı travmanı bir də təkrar yaşadır. Bu yazıqda da başlayır xəstəlik olmağa. Bu xəstəlik də ginekoloji xəstəlikdir. Zaten ginekoloji xəstəlik qadın enerjisi ilə bağlıdır və qadınlığı inkar, qadın olaraq dəyər görməmə falan bu inanclar var. Bu inancları biz orada çıxarırıq onun beynindən, silirik. Onun yerinə yeni müsbət inanclar qoyuruq ki, burada öyrədirik təlimlərdə onu.